Bismillahirrahmanirrahim və bihi nəstəin və innehu xeyrun nasirin və mu'in. İmam Hüseyn əleyhissalamın Kərbəlasına diqqət olunan zaman Həzrət bu Kərbəla yolunda, bu Aşura məktəbində bir sıra məsələləri bizim üçün önə çəkir və o məsələlər bizim həyat dərsimizə çevrilməlidirlər. Əhl-i Beyt bizim üçün örnəkdirlər. Onların atdığı bütün addımlar bizim həyatımızda önəm daşıyır, çox önəmli məsələlərdir. İmam Hüseyn əleyhissalamın Aşura günü və Aşuradan qabaqki günlərdə Kərbəla istiqamətində addımladığı zamanlarda Həzrət bir sıra addımlar atır ki, o addımlar bizim üçün çox önəmlidir. Həyatımızda o addımlar bizim üçün taley yüklü məsələləri həll etmək iqtidarındadır. Məsələn, İmam Hüseyn əleyhissalam savaşı başlamaq istəmirdi. Həzrət Hüseyn əleyhissalam həm bunu sevgili Peyğəmbərimizdən görmüşdü, həm Əli ibn Əbi Talib əleyhissalamdan görmüşdü. İmam savaşsız bu məsələləri həll etməyə çalışırdı və bəzən qaçırdı, yayınırdı, istəmirdi ki, bu məsələlər gəlsin, savaşla həll olsun. Təsəvvür eləyin, ümumiyyətlə Əhl-i Beytin sirəsi belə olub. Məsələn, Əli ibn Əbi Talib əleyhissalam Siffeyn müharibəsinə gələn zaman Həzrət bir müddət dayandı və savaşmaq istəmirdi. Siffeyn indiki Suriya ərazisində olmuşdu savaş. Amma İmam Əli əleyhissalam Kufədən, İraqdan ora gəlmişdi. Onlar da Siffeyn müharibəsi üçün gəlmişdilər, bir yerdə birləşmişdilər Əli ibn Əbi Talib əleyhissalamla. Həzrət uzaq bir yolu, uzun bir yolu savaş meydanına gəlmişdi. Amma savaşı gecikdirirdi. Dostlarından bəzisi gəldilər, dedilər ki, ya Əli, o tərəfdən qoşun fitnə yayır və fitnəkarlıq eləyirlər. Bizim qoşunumuzun içində bu fikri yaymağa çalışırlar ki, Əli tərdid eləyir, müharibə eləsin ya eləməsin. Şəkdədir ki, müharibə eləsin ya eləməsin, yaxud da Əli qorxur. İki dənə səbəb göstərdilər Əlinin savaşı gecikdirməsi üçün. İki səbəbdən ibarətdir, dedilər, bu savaşın gecikməsi. Ya Əli qorxur, ya da tərdid eləyir. Yəni, orada müsəlmanlar var, Muaviyə də müsəlmandır. Əli ibn Əbi Talib əleyhissalam onlarla savaşmağa qorxur. Bunlar ikisi də bir sərkərdə üçün, bir xəlifə üçün, bir qoşun başçısı üçün, bir öndər üçün bunlar ikisi də qüsur idi, nöqsan idilər. Qorxaqlıq da bir öndər üçün nöqsandır, qüsurdur. Tərdid də bir müharibədə qüsurdur. Niyə? Çünki adam gəlib bu boyda yolu savaşmağa, əgər tərdid eləyirsə, bu deməkdir ki, şübhə içindədir. Görəsən qarşı tərəf haqdır ya biz haqqıq. Tərdid buradan qaynaqlanır. İmam Əli əleyhissalam bu sözü eşitdi, çox narahat oldu və ətrafındakıları çağırdı, onlarla məşvərət elədi, məsləhət elədi. Onlara bir neçə sual verdi. Soruşdu onlardan ki, həqiqətən siz belə düşünə bilərsinizmi? Əli ibn Əbi Talib əleyhissalam savaşdan qorxsun, döyüşdən qorxsun. O halda ki, Əli ibn Əbi Talibin bütün cavanlığı, gəncliyi Peyğəmbər kənarında döyüşlərdə olub. Əli döyüşlərin aslanıdır, Əli Allahın aslanıdır. Əli o şəxsdir ki, onun Xəndək müharibəsində vurduğu bir zərbə bütün insizinin ibadətlərindən üstün sayılır. Əli kimi cavan və mərd, cömərd, Zülfüqar kimi qılınc yoxdur. Bu sevgili Peyğəmbərimizin ümmətə öyrətdiyi ən böyük şüardır. Zülfüqar kimi qılınc yoxdur, Əli kimi cavan yoxdur. Əli kimi cömərd və mərd adam yoxdur. Bunlar zaman-zaman Əli ibn Əbi Talib əleyhissalamın şücaətin və qorxmazlığının rəmzi kimi insanlara təqdim olunub. Deməli, qorxu Əli ibn Əbi Talibdən uzaqdır. Onlar dedilər, ya Əli, biz həqiqətən inanırıq ki, sizdə qorxu yoxdur və həqiqətən inanırıq ki, sən bu müharibədə tərdid eləmirsən. Əli ibn Əbi Talib əleyhissalam buyurdu, əgər mən tərdid eləsəydim, Kufədən yola düşməzdim bu savaşa gəlməyə. Mən tərdid eləsəydim, o boyda kilometrlərlə yolu gəlib burada tərdid eləməzdim. Ölkəni dəyişib bu ölkədə tərdid eləməzdim. İndiki Suriya ərazisinə qədər gəlib, indimi tərdid eləyəcəm ki, onlar haqdılar ya haq deyirlər. Dedilər, ya Əli, bəs səbəb nədir savaşı gecikdirirsən? Həzrət buyurdu ki, ümid eləyirəm ki, onların içindən bir nəfər düz yola gələr. Ümid eləyirəm ki, onların içindən bir nəfər adam hidayət ola bilər. Bu müddət ərzində ona görə bütün İslam savaşlarında zaman-zaman İslam rəhbərləri, Peyğəmbərimiz, sevgili Peyğəmbərimiz, Əhl-i Beyt, imamlar qarşı tərəfi höccəti tamamlayıblar. Hətta Cəməl müharibəsində Əli ibn Əbi Talib əleyhissalam bir nəfəri göndərdi, getsin onları düz yola dəvət eləsin
və onları dəvət edən adamı oxladılar, öldürdülər. Ağır surətdə şəhadətə yetirdilər. Həzrət ondan sonra buyurdu ki, bu gün höccət tamam oldu artıq. Biz bunlara höccəti tamam elədik. Bunlar savaş istəyirlər, bunlar barış istəmirlər. Zaman-zaman Əhl-i-Beyt sirəsi belə olub. Bu sirə İmam Hüseyn əleyhissalamın da həyatında var. Həzrət İmam Hüseyn əleyhissalam da eyni ilə atası və Əli ibn Əbi Talib kimi və həmçinin babası Peyğəmbər kimi addım atır. İmam Hüseyn əleyhissalam da bu savaşı başlatmaq istəmir. İmam Hüseyn əleyhissalam bunları düz yola dəvət eləyir. Hələ sonuna qədər bunlar nə qədər Həzrət Hüseynin dostlarından şəhid eləmişdilər. İmam Hüseynin balalarını da şəhid eləmişdilər. Sonda da İmam Hüseyn əleyhissalam bunları düz yola dəvət eləyirdi. Düzgünlüklə Həzrət Kərbəlasında bizə öyrədir ki, insan ancaq yalnız düzgünlüklə, fəqət düzgünlüklə insan müvəffəqiyyət qazana bilər, kamil ola bilər. Bu dünyada uğur qazanmağın yolu Hüseynin Kərbəlasında düzgünlükdür. İmam Hüseyn əleyhissalam onları düzgünlüyə dəvət eləyir, düzlüyə dəvət eləyir və savaşı gecikdirir. Niyə? Çünki İmam Hüseyn əleyhissalam bizə çatdırmaq istəyir ki, siz heç biriniz məni kimi çətin vəziyyətə düşə bilməzsiniz. Siz heç biriniz mənim itirdiyim əzizlərim qədər əzizlərinizi itirə bilməzsiniz. Sizin heç birinizin əzizləri nə Allah qatında, nə ümmətin yanında, nə kainatda kamillikdə mənim əzizlərim qədər deyil. Amma mən bunları verəndən sonra belə qarşı tərəfi sülhə dəvət eləyirəm. Qarşı tərəfi düz yola dəvət eləyirəm. Allah yoluna dəvət eləyirəm. İmam Hüseyn əleyhissalam göstərmək istəyir ki, hər halda sülh müharibədən yaxşıdır. Heç vaxtı sülhün adın faciə qoymaq olmaz. İmam Hüseyn əleyhissalam bizə başa salmaq istəyir ki, barış gözəldir. Hətta ölüm və itim olubsa da belə barış gözəldir, sülh gözəldir. Çalışmaq lazımdır ki, qanın qabağını alasan. Bu Əhl-i-Beytin sirəsidir. Son ana qədər, məcburiyyət olmayana qədər Əhl-i-Beyt savaşa boyun qoymayıblar. İmam Hüseyn əleyhissalam savaşa boyun qoymayıb. Onlar onun ən yaxınlarını şəhid eləyəndən sonra belə İmam Hüseyn əleyhissalam onları düzlüyə dəvət eləyirdi. İmam Hüseyn əleyhissalam onları hidayətə dəvət eləyirdi. Həzrət Hüseyn əleyhissalamın şəxsiyyətinin bu formada olması, bu böyüklükdə olması qarşı tərəfdə də təsir qoyurdu. Hətta İmam Hüseyn əleyhissalam Qudali qətligahda can verəndə, o çuxur yerdə can verəndə onun başını kəsməyə gələn insanlar belə Həzrət Hüseyn əleyhissalamdan təsirlənirdilər. Onun mənəvi məqamından təsirlənirdilər. Niyə? Çünki İmam Hüseyn əleyhissalam sırf hidayət üçün doğulmuşdu. İmam Hüseyn əleyhissalam Əhl-i-Beytin missiyasını yerinə yetirirdi. Əhl-i-Beytin missiyası insanların əlindən tutmaqdır. Və insan düzlüklə daha böyük hədəfi əldə edə bilir, daha böyük məqsəd əldə edə bilir. Mövlanada bir cəryan keçir belə, deyir, bir çayın qırağında insanlar balıq tuturdular. Bir nəfər də gəlmişdi, bilirsiniz, bu qarmaq, bu qırmaq ki, balıq tutmaq üçün də onun ağzı əyri olur. Bir nəfər gəlmişdi bir düz dəmirlə, gəlmişdi o balığın yemin taxırdı o düz dəmirə. Balıq da gəlirdi o yemi oradan çəkirdi, götürürdü. O birisi qarmaqlar ki, əyri idilər, balıq gəlirdi oradan yemi götürmək istəyəndə ağzı ilişirdi. O qırmağın o yemi olan tərəfdə orada bir dəmir var, o dəmir tuturdu onları, balıqçılar onu çıxardırdılar. Bu isə əksin eləmişdi. Normal gördüyümüz qırmaqların əksiydi. Mövlana deyir, bu düz bir dəmiri bağlamışdı ipə, simə bağlamışdı, atmışdı çaya. Və onlar da balıqdı, gəlirdi, o götürürdü, yeyirdi, çəkirdi, təzədən ora bir yem qoyurdu, yenə də atırdı ora. Bu minvalla bir neçə dəfə belə elədi, artıq ətrafdakıların gülüşünə səbəb olmuşdu bu məsələ. Və buna deyirdilər ki, sən niyə belə eləyirsən? Deyirdi, mən balıq tutmaq istəyirəm də. Deyirdilər, axı belə qırmaqla balıq tutmaq olmaz. Deyirdi, yox, siz bilmirsiniz. Bir dənə böyük balıq var, onu ancaq bu qırmaqla tutmaq olar. Əyri qırmaqlara gəlmir, o ancaq düz qırmaqla tuta bilərsən onu. Burada bir böyük balıq var, mən onu tutmaq istəyirəm. O gəldi, buna dedi, hansı balıqdır? Bu gəldi, soruşdu. Hey, bütün şəhərə yayıldı ki, bir nəfər adam var, avamdır, ya bilmirik, həqiqətən nəsə bilir. Bu göldə, bu çayda bir balıq var, böyük balıq var, onu tutmaq istəyir.
Amma qırmağı bizim qırmaqlara bənzəmir. Düz qırmaqla bu işi görmək istəyir. Sonda bu səs gəldi, çatdı xəlifəyə. O vaxtın böyüyünə, öndərinə, qabaqcılına, xəlifəsinə söz gəldi, çatdı. Xəlifəyə dedilər, bir nəfər belə adam var, düz qırmaqla balıq tutur. Belə dedi, onu çağırın, gəlsin yanıma. Gəldilər, dedilər, dedi, yox, mən burada balıq tuturam, gələ bilmərəm. Axırda bu söz o qədər böyüdü, xəlifənin özü üçün də maraqlı oldu ki, görəsən bu çayda nə balığıdır bu, onu tutmaq istəyir. Bizim bu qədər balıqçılarımız, sarayın balıqçıları belə onu tuta bilməyiblər. O haqda məlumatsızdılar. Özü bir neçə nəfər mühafizəçisi ilə gəldi onun yanına. Dedi, sən burada nə tutmaq istəyirsən? O düz qırmaqla balıq tutmazlar. Dedi, yox, hələ bu düz qırmaqla mənim ovumu ovlamaq olur. Dedi, nədir, nəyi ovlamaq istəyirsən? Dedi, mən səni ovlamaq istəyirdim. Mən istəyirdim, bildirəm ki, insan düzlüklə ən böyük hədəfinə çata bilər. Hədəflərin ən böyüyünü əldə edə bilər. Məkrlə, hiylə ilə, başqa məsələlərlə insan müvəqqəti dünyada nəyəsə nail ola bilər. Əli ibn Əbi Talib əleyhissalam buyurur, yalanla insan dünyanın sonuna qədər gedə bilər. Amma geri qayıda bilməz. İnsanları allada, bunu burada yalanla alladım, bunu burada məsxərə ilə alladım, bunu burada hiylə ilə alladım, bunu burada fitnə ilə alladım. Gəlib bir yerə çatmaq olar. Amma qaydanda yenə unutma, sən həmən adamlarla qarşılaşacaqsan. Dünyanın sonuna qədər insanları allada getmək olar, amma həmən yolu qayıtmaq olmaz. Çünki yenə həmən dünyadır, yenə həmən insanlardır. İmam Hüseyin əleyhissalam onların fitnəkarlığının müqabilində Həzrət Hüseyin əleyhissalam düzlük sərgiləyir. Hidayət məsələsinə önəm verir. Buyurur, mənim atama Əli ibn Əbi Talib əleyhissalama Peyğəmbər buyurmuşdu ki, ya Əli, üzərinə günəş saçan hər bir şeyi sənə hədiyyə eləsələr, versələr, yəni kainatın, varlığın hamısını sənə versələr, işin bir tərəfində bu olsa, bir tərəfində də sənin dilinlə, sənin əməlinlə, sənin gücünlə, sənin sözünlə, sənin fədakarlığınla bir nəfərin hidayət olması var. Bir nəfərin hidayət olması işin bir tərəfindədir, məsələnin bir tərəfində də dünyanın hamısıdır. Ya Əli, o bir nəfərin hidayət, sənin əlinlə hidayət olması, üzərinə günəş saçan bütün varlığı sənə verilməsindən daha qiymətlidir, daha əzəmətlidir. Allah qatında daha dəyərlidir və dünya həyatında da daha dəyərlidir. İmam Hüseyin əleyhissalam ən ağır anlarında müvazinətini itirmir. Həzrət Hüseyin əleyhissalam bizim örnəyimizdir axı. Yəni bizim örnəyimizdir 250 illik sirə ki var, Əhl-i Beyt sirəsi. Bu 250 illik sirədə sevgili Peyğəmbərimizin, imamlarımızın 250 illik sirəsində bizim üçün bu məsələlər, həyatımızda olan bütün problemlər hamısı öz həllini tapıb. Biz İmam Hüseyin əleyhissalamın həyatına baxanda özümüz üçün, həyatımız üçün, çətinliklərimiz üçün örnək götürə bilirik oradan. Örnək götürə bilirik. İmam Hüseyin əleyhissalam problemin içində, çətinliyin içində, ən yaxınların əldən verdiyi halda, ən sevimlilərin əldən verdiyi halda yenə də onların hidayət olması üçün çalışır. Bizə vurğulamaq istəyir ki, hidayət məsələsi ən önəmli məsələdir. Biz bunların hamısını hidayətə görə eləyirik. Əli ibn Əbi Talib əleyhissalam Siffeyn savaşında savaşan zaman tez-tez səmaya baxırdı. Dostlarından biri dedi ki, ya Əli, döyüşçülərdən biri dedi, ya Əli, niyə tez-tez səmaya baxırsan? Dedi, namazın vaxtın izləyirəm, namazın vaxtını gözləyirəm. Dedi, ya Əli, savaşın içindəyik, savaşın ortasında indi namaz vaxtını izləmək zamanıdır. Həzrət buyurdu, biz bəyəm namaz üçün savaşmırıq. Biz bəyəm namaza görə savaşmırıq. İmam Hüseyin əleyhissalam həmən məsələni önə çəkir. İmam Hüseyin əleyhissalam ənsarının bəzisini itirib, övladını itirib, yaxınlarını itirib, çıxır yenə onlara deyir, əgər tövbə eləsiz, gəlin sizə tövbənin yolunu öyrədim. Siz səhvlər eləmişsiniz Peyğəmbər Əhl-i Beytinə qarşı. Dünya yediyiniz haramlar sizdə o qədər təsir edib ki, dünya həyatına aludə olmusunuz. Haram yeməklər, günahlar sizi Əhl-i Beytdən uzaqlaşdırıb, Allah Peyğəmbərinin buyurduqlarından uzaqlaşdırıb, Allah dinindən uzaqlaşdırıb, amma yenə də tövbə qapısı sizin üçün açıqdır. Demək, İmam Hüseyin əleyhissalam öz qiyamının, hərəkətinin
o yol ki İmam Hüseyn əleyhissalam o yolu gedir, o üçün bir hədəf və məram təyin edib. Həzrət Hüseyn əleyhissalamın orada hədəfi bəşərin hidayət olunmasıdır. İslamın kürsüyə oturmasıdır. Ona görə deyir, əgər Yezid kimi adam xəlifə olarsa və ələl-İslamə əssalam, İslamla vidalaşmaq lazımdır. İmam Hüseyn Yezidin şəxsiyyəti ilə, kilosu ilə, çəkisi ilə, boyu ilə problemi yox idi ki. İmam Hüseyn əleyhissalamın Yezidlə ən böyük problemi bu idi ki, Yezid insanları azğınlığa tərəf sürükləyir. İnsanları əyri yola istiqamətləndirir, düz yoldan azdırır, caydırır. Hədəf bu idi, İmam Hüseynin hədəfi bu idi ki, insanları düz yola hidayət eləsin. İndi bugün həmən hidayət İmam Hüseyn ətrafındakılarının, İmam Hüseyn balalarının, İmam Hüseyn dostlarının qanı axandan sonra belə baş tutsaydı, İmam Hüseyn əleyhissalam o hədəfə razı idi, ona görə onları hidayət olunmasını istəyirdi. Zaten İmam Hüseyn əleyhissalamın ali məqsədi, ali məramı ailəsi əsir götürüldü. İmam Hüseyn əleyhissalam özü şəhid oldu, ailəsi əsir götürüldü, yaxınları şəhid edildi. Ondan sonra İmam Hüseynin o məqsədi kürsüyə oturdu. Hədəf kürsüyə oturdu. Əgər işin yarısında da yarı adamlar şəhid olandan sonra da bu hadisə baş versəydi, onlar hidayət olsaydılar, yaxud İmam Hüseyn istədiyi də çatsaydı, yenə İmam Hüseyn orada məsələni dayandırardı, sülh sazişinə gedərdi onlarla və onların hidayət olunması üçün şərait yaradardı. Çünki İmam Hüseynin məqsədi İslamın yaşaması idi. İslamın diri qalması idi. İslamın diri qalması istəyir İmam Hüseyn sahabələrinin yarısının şəhadəti ilə olsun, istəyir özü qarışıq bütün sahabələrin şəhid edildikdən sonra həmən hədəf hasil olsun. Həzrət Hüseyn əleyhissalam bu məsələləri ən ağır vəziyyətdə bizə sərgiləməklə başa salmaq istəyir ki, düzlük bizim üçün ən böyük əmanətdir. Düz olmaqla insan ali hədəflərə çata bilər. Və düzlük üçün nə etmək lazımdır? İnsan həyatda düz yaşaya bilməsi üçün, kamilləşməsi üçün hansı addımları atmalıdır? Yadıma bir hədis düşdü. Həzrəti Yəhya əleyhissalam, Həzrəti İsa əleyhissalamla xaloğludular. Yəhya bin Zəkəriyya, İmam Hüseynlə də Yəhyanın arasında çox oxşarlıqlar var. Yəhya bin Zəkəriyya gəldi, gördü, İsa əleyhissalamın huzurunda bir günahkarı edam eləməyə aparırlar. Günah eləyib, böyük günah eləyib, etiraf eləyib, isbat olub günahı, indi onu edam eləməyə aparırlar. Həzrət Yəhya əleyhissalam icazə istədi. Dedi, icazə olarmı mən bu günahkarla biraz danışım? Yaxınlaşdı ona, Yəhya ona dedi ki, məni moizə elə. Günahkar təəccübləndi, dedi, Yəhya sən Allahın peyğəmbərisən, Zəkəriyya peyğəmbərin oğlusan, sən dünya səni tanıyır, sənin kimliyini dünya bilir. Sən bir günahı ucbatından, nəfsinə uyub, şeytana uyub, günaha mübtəla olub, edama məhkum olmuş bir insandan moizə istəyirsən. Mən hara, mən kim, sən kim? Yəhya ona deyir ki, hələ moizənin ən gözəlini sən eləyə bilərsən. Niyə? Çünki sən ölümə bizim içimizdə bu dəqiqə ən yaxın adamsan. Zahiri qanunlarla sən ölümə tərəf gedirsən. O baxdı Yəhyaya, dedi, düz buyurursan Yəhya. Birinci söz ki, sənə sifariş eləyə bilərəm həyatımda, böyük səhvlər eləmişəm. Birinci məsələ budur ki, sənə deyə bilərəm ki, heç vaxt əsəbləşməyəsən. Çoxlu məsələlər əsəbdən qaynaqlanır. Əsəb yalançı cürətdir, yalançı şücaətdir. Ona görə Həzrət Əli əleyhissalam buyurur ki, əsəbli halda qərar qəbul eləməyin. Əsəblə qəbul olunmuş bütün qərarlar hamısı yanlışlıqla nəticələnir. Çox məsələlər var, əsəb səbəb olub. Mən bəzi adamlarla Türkiyədə yaşadığım dönəmdə bir adamla rastlaşmışdım. Böyük bir tayfanın nümayəndəsi idi və başqa bir tayfanın nümayəndəsi ilə bunların arasında qan davası var idi. Bunların babalarından, böyük babalarından biri sadə əsəb üstə o biri tərəfdən bir nəfər vurub öldürmüşdü. İndi bu qan davası uzun zaman davam edirdi. Buna səbəb bir nəfərin sadəcə əsəbləşməsi idi. Həyatımızda çox olur belə məsələlər. Görürsən, balaca bir məsələyə görə əsəbləşirik. O xırda bir məsələyə görə əsəbləşməklə bizim həyatımızda böyük əngəllər yarada bilir. Xüsusilə bugünkü zamanda mən əziz izləyicilərimizə bunu xüsusi vurğulayıram. Görürsən, bir maşınla gedirsən, qabaqdakı maşında bir hadisə baş verir. Sənə qarşı hörmətsizlik eləyir. Misal da olur, o da əsəbidir filandır.
Bir an dayanıb düşünsə insan, mənim bu adamla, o maşında gedən adamla nə bir-birimizlə qan davamız yoxdur, nə namus problemimiz yoxdur, nə dini problemimiz yoxdur, nə vətən xaini deyil adam, vətənimizə, ölkəmizə, yurdumuza xəyanət eləməyib, nə ən pis dünyanın işlərini görməyib, biz o adamı tanımırıq, biz bilmirik o adam kimdir. Sadəcə öz maşınında gedən bir dənə adamdır, böyrümüzdən pis keçib, yaxud biz onun böyründən pis keçmişik. Əsəb ona da gərginlik yaradır, bizə də gərginlik yaradır. Hətta bəzən belə məsələlərdə ölüm olur. Mən özüm şahid olmuşam. Bir dəfə gəlmişdilər, mənə deyirdilər ki, bir dostumuz gəlmişdi, qardaşı bir qəzaya, avtoqəzaya səbəb olmuşdu. Bu da gəlmişdi, mənə deyirdi ki, gedək orada 2 nəfər rəhmətə gedib, qarşı tərəfdən 2 nəfər rəhmətə gedib, gedək onlarla barışıq kimi, barışıq məqsədi ilə. Mən bu dostumuzdan soruşdum ki, bu avtoqəza necə olub? Qəza hadisəsi necə baş verib? Dedi, belə olub ki, mənim maşında adamlar olublar, mənim qardaşım maşın sürürmüş. O da maşın sürürmüş, o keçib mənim qardaşımı keçmək istəyəndə qarşıdan da bir maşın gəlirmiş. Mənim qardaşım onu buraxmayıb. Buraxmayıb, sonra o bir təhər keçib, arxası mənim qardaşımın maşınının önünə ilişib, dəyib və maşın aşıb, maşının içində 2 nəfər rəhmətə gediblər. Təsəvvür edirsiniz, nə boyda faciədir, bir ailədən 2 nəfər dünyasını dəyişir, sadəcə bir nəfərin egosu üzündən. Mən icazə verməyəcəm, sən məni keçəsən. Nə qədər belə hadisələr olur, xüsusilə cavan yaşlarda. Deməli, deyir Yəhya əleyhissalama bu günahkar, deyir Yəhya, heç vaxtı çalış əsəblə qərar qəbul eləmə. Əsəblənmə. Əsəbi halda qərar qəbul eləmə. Ona görə bizdə deyilir hədisdə ki, elə ki gördün əsəbisən, ayaq üstəsənsə otur. Oturan yerdə əsəbləşmisənsə dur yeri. Qoyma bu əsəb bir məsələyə görə əsəbləşmək sənin həyatında böyük təsirlər buraxsın, böyük izlər buraxsın. Mən belə bir şey dostlara həmişə sifariş edirəm, sual da verirəm, bu məsələni də belə açıqlayıram. Deyirəm, əziz qardaşlar, siz təsəvvür edin, sizin cibinizdə 1400 manat pul var, yaxud 1440 manat pul var. Bir günü dəqiqələrə bölün, neçə dəqiqə olursa bir gündə. Təsəvvür edin, 1440 manat sizin pulunuz var cibinizdə. Birdən siz cibinizdən pulunuzu çıxardanda onun 1 manatı cırıldı. 1440 manatın 1 manatı cırıldı. Qaldı orada 1439 manat. İndi biz o 1 manatı cırılıb 1440 manatın, o bir cırılan manata görə, aradan gedən manata görə biz o 1339 manatı götürüb harasa tullayacağıq mı? Onları da götürüb cıracağıq mı? Deyəcəyik ki, daha bunlar bizə lazım deyil. Niyə? Çünki bizim 1 manatımız cırıldı. Belə eləmərik ki, ağıllı adamlar belə eləməz. Hamınız deyəcəksiniz ki, bəli, ağıllı adamlar elə eləməz. İndi mən sizə deyirəm, sizin gün ərzində, məsələn, 1440 dəqiqəniz var, yaxud neçə dəqiqə var, hesablayarsınız. Bir gün ərzində sizin bu qədər dəqiqəniz var. 1 dəqiqəsində kimsə sizi əsəbləşdirir. Siz o 1 dəqiqə əsəbləşməyə görə qalan bütün dəqiqələrinizin hamısını qaraldırsınız. Hamısını cırıb atırsınız, hamısını məhv edirsiniz. Həmən günü bütün həyatınız qaralır. Nə olar biz o cibimizdə cırılmış 1 manatı ayıraq qoyaq bir qırağa. Qalan məsələləri həll eləyək, qalan manatları öz xeyrimizə, öz gələcək günlərimizə və öz asudəliyimizə xərcləyək. Ömrümüz də belədir. Günümüzün 10 dəqiqəsində kimsə bizi əsəbləşdirib. Çalışaq o 10 dəqiqədə birinci əsəbləşməyək. İkincisi o 10 dəqiqəni başqa dəqiqələrə sirayət eləməyə, başqa dəqiqələri zədələməyə və korlamağa icazə verməyək. Ona görə Həzrəti Yəhyaya ərz eləyir o günahkar, deyir Yəhya, çalış heç vaxt əsəbləşməyəsən, əsəbi halda qərar qəbul eləməyəsən. Bu səadətin və xoşbəxtliyin yoludur. Məni ölümə bugün aparan ən böyük səbəb, birinci səbəb əsəbli baş və əsəbli başdan qərar çıxartmaq idi. Adam Yəhyaya deyir. Sonra ikinci tövsiyəm Yəhya sənə budur ki, heç vaxt nəfsivə uymayasan. Nəfs əşdərhast, ankey murdə əst. Nəfs bir əjdaha kimi bir şeydir. O haçan ölüb ki, haçan
Nəfs ölüb, sən onun şərrindən əmanda qalmısan ki, nəfsə uymayacaqsan, nəfsə qulaq asmayacaqsan. O an gələcək səni təkid eləyəcək, əyri istiqamətlərə aparmaq istəyəcək, əyriyə tərəf yönləndirmək istəyəcək, düzdən vaz keçirtmək istəyəcək. Ona görə vurğulanır ki, nəfsdən müğayət olun, nəfslə davranışda, münasibətdə özünüzü qoruyun. Çünki nəfs insanı əyri istiqamətlərə çəkir. Ona qulaq asmaq, onu dinləmək bizi əyri istiqamətlərə çəkəcək. Ümumiyyətlə, nəfsdən doğan şəhvani hisslər, ehtiras məsələsi. Görürsən, mən bir yerdə bunu danışmışdım. Ərəblər bu dəvənin bir dönəmi var, ona ehtiras orada işlədirlər. Deyirlər, o dəvə həmən dönəmdə dəvə tikanı yeməyi sevir. O dəvə tikanını yedikcə dəvə tikanı onun damağını dəlir. Sonra onun qanı qarışır həmən dəvə tikanına. Qan ora qarışanda o dadlı olur. Elə bilir o tikanın dadıdır. Biraz da sürətlə yeyir. O qan axma böyüyür orada. Əgər sahibi onun önünü kəsməsə, qarşısını almasa, o özün qan axmadan öldürtdürə bilər. Dünyasını dəyişə bilər. Dəvə ölə bilər ona görə, aradan gedə bilər. Təsəvvür edirsiniz, ərəblər dəvənin o dönəminə ad qoyubdur, harasa. Dəvə ehtiraslanıb həmən vaxt. Yəni ehtiras insanı öz qanının içində boğa bilər. Ona görə Yəhya əleyhissalama o günahkar deyir ki, ikinci məsələ ki, sənə bu məsələni tövsiyə eləyirəm, budur ki, çalış nəfsani hisslərin qulu olmaqdan özünü qoru. Və üçüncü tövsiyəni eləyir Həzrəti Yəhyaya bu günahkar. Deyir, heç vaxtı bir günahkarı günahına görə danlama. Bizdə hədisdə keçir ki, bir nəfər günahkar adamın günahını gördüyümüz zaman deməyin ki, o eləyəni mən heç vaxt eləmərəm. Deyir hədisdə ki, əgər bir nəfər birinə desə, sən belə eləmirsən, mən bunu heç vaxt eləmərəm, şeytan bütün işin gücünü atar, o adama o işi elətdirməyənə qədər ondan əl çəkməz, əl götürməz. Ta ki o işi ona elətdirər, ondan sonra aram olar. Günahkarı günahına görə danlamayın, günahkara istiqamət verin. Necə ki, öz əzizlərimizin içində kimsə günah eləyəndə çalışırsınız onun günahlarına, onun səhvlərinə, onun cinayətlərinə don geydirməyə çalışırsınız və ona istiqamət verməyə çalışırsınız. Çalışın bütün bəşərlə belə olun. Bütün günahkarlarla belə olun. Günahkarların günahını bağışlamağı bacarmaq lazımdır və onlara tövbənin yolunu öyrətməyi bacarmaq lazımdır. İmam Hüseyn əleyhissalam bunu bacarırdı. İmam Hüseyn əleyhissalam günah eləyənləri son anına qədər Həzrəti Hüseyn əleyhissalam onların hidayət olması üçün çalışırdı. İstəyirdi onlar düz yola hidayət olsunlar. Sonda İmam Hüseyn əleyhissalam gəlmişdi. Qudali qətligaha yıxılmışdı. Orada bir Yaqub adında bir nəfər var idi. O da anası Həzrəti Hüseynin ziyarətinə getmək istəyirdi. Bu Yaquba gəldilər, dedilər ki, elan ediblər bir nəfər xarici, dindən çıxmış bir adam xəlifəyə qarşı qalxıb və xəlifəyə qarşı qiyam eləyib. Deyirlər, kim gəlsə o ilə savaşa getsə, xəlifə də elan eləyib. Kim o ilə savaşa getsə, orada nə qənimət götürsə, özünündür. Bu cavan sevinə-sevinə gəldi, anasına dedi ki, belə bir məsələ olub, bir xarici dindən çıxmış, xəlifəyə qarşı qalxıb, mən gedirəm o ilə savaşım, oradan nə qarət götürsəm, gələrəm onun pulu ilə səni İmam Hüseynin ziyarətinə göndərərəm. Həzrəti Hüseyn əleyhissalamın görüşünə göndərərəm. Gəldi Aşura günü zöhr zamanında yetişdi Kərbəlaya. Zöhrdən sonra idi İmam Hüseyn əleyhissalam yıxılmışdı o Qudalı qətligaha. Gəldi Ömər ibn Sədin yanına, bunlarla danışdı və dedi ki, mən gəlmişdim savaşda iştirak eləyim, deyəsən mən gecikmişəm. Dedilər, gecikməmsən, get, orada çuxur yerdə yıxılanın başını kəs, gəl, Ən'amı al bizdən get. Getdi, getmək istəyəndə anası buna tapşırmışdı ki, Kufəlilər sənə fitnə eləyərlər. Dəqiqləşdirərsən məsələni. Döndü, dedi, dəqiq o adam dindən çıxmışdı, xaricidir. Şurey Qazinin fətvasını göndərdilər, göstərdilər ona. Baxdı, gördülər, yazıb ki, Hüseyn xəlifəyə qarşı qalxıb, dindən çıxmış xaricidir, qətli vacibdir. O fətvaya əsasən Şurey tanınmış qazi idi. Allah bizi belə fətvalardan qorusun, belə fətva verən insanlardan qorusun. Gəldi İmam Hüseyn əleyhissalamın yanına, gördü Allah, ənduhu bəla səhnəsidir. Sınıq xəncərdir, sınıq oxdur, kəman parəsidir. Gördü, hərə bir tərəfdə yıxılıb, ox sınıb, xəncər sınıb, kəman sınıb. İmam Hüseyn əleyhissalam çıxır yerdə can verir, ayağını açır, yığır. Heç kim belə can verməyib, Həzrəti Hüseyn əleyhissalam kimi. Gəldi, gördü, bu xariciyə oxşamır, bunun ağ saqqalına
qan elə bil həna qoyub İmam Hüseyn əleyhissalam. Gördü gözlərini açır, yumur, can üstə idi Həzrət Hüseyn əleyhissalam. Deyir, gördü mehmanını avarə, rəisus səqələyn, cəddi Peyğəmbər öpən gözlərini açdı Hüseyn. Gördü qonağı avara qalıb fırlanır, Hüseynin başını kəsmək istəyir, amma ürəyi gəlmir, deyir, belə xarici olmaz, belə dindən çıxmış olmaz, bu dinin özüdür yıxılıb bura. Gördü mehmanını avara rəisus səqələyn, o səqələyn hədisinin böyüyü Hüseyn, gördü qonağı avara qalıb ki, cəddi Peyğəmbər öpən gözlərini açdı Hüseyn. Peyğəmbər öpən gözünü açdı Həzrəti Hüseyn, dedi, Yaqub, o Hüseyn ki, tökülür zülm ilə qani, o mənəm. O Hüseyn ki, adı olmuş anuvun virdi zəbani, o mənəm. O ki, gecə gündüz anın sənə deyirdi, məni Hüseynin ziyarətinə apar. O Hüseyn mənəm. Kəs başımı apar, ver Ömər Sədə, ver İbn Ziyada, al onlardan ənamın Hüseynin ziyarətinə olmadı, anavı qəbrimin ziyarətinə göndərərsən. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.